Salam əziz izləyicilərim, gününüz xeyirli, uğurlu, rozeli, bərəkətli olsun inşallah. Bugün sizlərə Maşdağa qəsəbəsi Üzü Bilgəhə gedən yolda sizlərə Kisotun içərisində 2 otaqlı təmirsiz həyət evimizin təqdimatına gəlmişəm inşallah. Maşallah olsun, həyətimiz göz qabağındadır. Növbənöv həyətdə meyvə ağacları əkilib. Burada həyət sanitar qovşağı tikilib, təmirsiz vəziyyətdədir. Burada da belə həyətdə tövləsi var. Görsənir, növbənöv dediyim kimi meyvə ağacları var. İnşallah sizə ətraflı həyətimizi inşallah təqdim edeyim. Sonra da girib evimizin içərisinin təqdimatını edəcəm Allahın izni ilə. Burada da görsənir, belə kladovka kimi yanda saxlanılıb. Həyətdəki göz qabağındadır. Keçim inşallah evimizin içərisinin təqdimatına. Girişdə belə koridorumuzdur. Sonra keçid elədik. Burada mətbəx nəzərdə tutulub. Burada sanitar qovşağımızdır. Sadəcə yenə dediyim kimi təmirə ehtiyacı var. Burada bir otağımız. Bu otaqdan da keçid eləyirik inşallah. Növbəti otağımızdır. Sənədimiz kupça çıxarışdır. Torpağının kupçasını çıxarışıb var. Qiymətə gəldikdə isə qiymət 35.000 manata deyilib. İnşallah sahibi tərəfindən endirim olacaq. Ətraflı məlumat üçün əlaqə nömrələrimizə zəng edərək maraqlana bilərsiniz. Daima xidmətinizdəyik.